Neçə gündür məclislərimizdə o şübhələri ki, Əbu Abdullah Hüseyin əleyhissalamın əzasında ariyatallar, o babda söhbətimiz var. Əvvəlmincisi budur ki, bizə deyərlər, siz ağlayırsınız, əza saxlayırsınız ölənə, bu bidətdir. Bəlkə adın qoyublar min əqbəhi bidəir rəvafiz. Rafizilərin laf çirkin bidəti. Ölüyə ağlamaq olmaz. Bir yandan da əza saxlayasan Hüseynə, matəm tutasan, bu da bir dənə bidət. Bunun cavabını müfəssəl danışdıq. Rivayat-ı əhl-i sünnət deyilər Peyğəmbərimiz, o ki var Hüseynə əza saxlayıb, o ki var Hüseynə ağlayıb, bizdə ağlı yox. Rivayətdə var, necə Allah istəy vacibatına əməl ola, Peyğəmbərimiz də istəy sünnətinə əməl ola. Sünnət-i Peyğəmbəri o ki tərk eləyə əmdən, o ki Peyğəmbərin sünnətində təbiiz eləyə, deyə bəzisini qəbul eləyəm, bəzisini qəbul eləməyəm, bu Allah'ı ibadət eləməyib, öz gönlün ibadət eləyib. Şeytan Allah'a dedi, mənə demə Adəmə ibadət elə, səcdə elə. Şeytan Allah'a dedi, mənə demə Adəmə səcdə elə, sənə bir ibadət elərəm. Nə mələhlər onu eləyə bilər, müqərrəb mələhlər, nə böyük peyğəmbərlər. Allah buyurdu, mən istəyəm, ibadət olunam, o cürə ki, mən istəyəm. Nə o cürə ki, sən istəysən. İbadətdə ki, təsərrüf olmaz. Sünnət-i Peyğəmbərdə ki, təsərrüf olmaz. Sirə-i Peyğəmbərdə ki, təsərrüf olmaz. Allah gör, nə qədər ayə nazil eləyib ki, Peyğəmbərin sirəsin sünnəti sizin arozda həkəmdir. Sizin arozda mərcəiyyəti var, ixtilafı zihəll eləməkliğə. Və Allah sərahətən buyurur, hər kəs sənə ixtilafda iman gətirməsə ürəkdən, Peyğəmbər mənim dinimin heç adına iman gətirməyib. Çox xətərlidir sünnət və sirə-i Peyğəmbərə biri gələn ihanət eləyə, etina eləməyə. Bura yetişəndə deyilər ki, diriyə ağlamaq olar, ölüyə ağlamaq olmaz. Diriyə ağlasın. Bunun mənası budur ki, Allahın məşiyyətinə razı dörsən. Amma ölüyə ağlasın, istəyirsən deyəsən ki, mən Allahın məşiyyətinə narazıyam. Bunu da bəhs elədik. Peyğəmbər nə qədər sahabəsi öləndən sonra ağlayıb. Balası İbrahim öləndən sonra ağlayıb. Ondan sonra hansı ağlıdır gələ? Farqı qail ola deyə diriyə ağlasın, belə ölüyə ağlasın eylə. Ağlamaq ağlamaqdır. Həyat-ı məmat heç təsir qoya bilməz bu babda. Söz müfəssəl oldu ki, Məhərrəmdə pəs biz iqtida eləyirik Peyğəmbərə. Peyğəmbərə yardım eləyirik göz yaşı ilə Hüseynə, o ağlayıb, bizdə ağlayıq. Nə qəşəng sirədir bu, Peyğəmbərə ləbbeyk deməklik. Nə biz, Həzrət gövdə mələklər sizdən çox Hüseyn ağlayıb. Nə biz, Ənbiya Hüseyn ağlayıb. Həzrət İbrahim elə ki, balası zibh olmadı, çox narahat idi. Allah buyurdu, niyə narahatsan? Dedi, axı, mən istəydim balam zibh ola. Mən savab aparam, balamın zibh olmağı ilə savab aparam. Amma mənim balam zibh olmadı. Buna narahatam. Allah Müteal dedi ki, sən mənə de görüm, özü çox istəysən, ya axirət zamanda hər nədən artıq nəyi çox istəysən? Dedi, Peyğəmbəri axirət zamanı çox istəyən. Dedi, mənə de görüm, öz balı çox istəysən, ya onun balasını çox istəysən? Dedi, onun balası mənə hər nədən artıq sövməlidir. Onu çox istəyəm. Dedi, onun balasını bu cür öldürəcəklər. Su kənarında, susuz atların ayağının altında. Allah İbrahimə Hüseynin mərsiyəsini dedi. İbrahim başladı, ağladı, çox bətər ağladı. Ağlayanda dedi ki, İbrahim, çün Hüseynə ağladın,
mən o oğul başının zib olmaqlığın savabını sənə verdim. İmam Rıza Qabura yetişəndə İmam Rıza Qaburi budur mənası ayənin ki Allah buraya və fədeynahu bi zibhin əzim. Allah veya bir dənə davara əzim deyər. Allah bir dənə qoyuna əzim deyər. Allah bu boydana aləmə dey gəlir və mə məta'ud dünya illa gəlir. Bir dənə davara dey əzim. Bu hansı əzimdir? Bunun müfəssəl danışdıq da bu babda istəməyəm söhbət edəyəm. İkiminci şübhə buydu ki, şübhə eləylər, deylər ki, ya Hasan, ya Hüseyin şirkidir. Bunu da müfəssəl büyünləri zöhrü danışdıq, hətmən onun CD-sinə qulaq as. Ki Allah-u Teala Quranda dəstur verək, gedin Peyğəmbərə deyir, ya Muhammed, ya Muhammed, o vasıta olsun mən sizi bağışlayayım. Oldu şirk. Çinə də burada çobalıylar, bunu düzəldək, nəcür oldu, iş xarab oldu. Deyilər, dirini çağırmaq olar, ölünü çağırmaq olmaz. Dirini çağırsan tevhiddir, ölünü çağırsan şirkidir. Hansı ağıllı bu sözü danışar? Ağlı başında olan adam bu sözü danışar. Hayat-ı məmat, şirk-i tevhidə nə cür əsər eləyə bilər? Şirk budur ki, qeyri Allaha istiqlali təsir qailsən. İndi istəyir, ölü olsun, diri olsun. Tevhid budur ki, deyəsən, la və əsrəfəl vücudu illallah. Ölü olsun, diri olsun. Hazreti Ayetullah Subhani namə yazdı Ərəbistanın şahına. Dedi bu Vahhabiyyətin mallalarına denən, cəsun əyləşdirilər televizyonda iki mövzuda bəhs eləyər. İman, küfr, tevhid, şirk. Görək ki, mənası nədir şirkin? Mən bir yerdə danışaydım bir Vahhabi ilə. Dedim, nə gedib əyləşibsən qəbirsanlıqda deysən, küfür, 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 şirk elə qəbirsanlıqda deyin. Əvvələn dedim, bunu bilərsən, İslam deyən tevhid, qəbirsanlıq tevhididir. Vahhabiyyətin tevhidinə deyilər, tevhid-i kubur. İslam deyən tevhid, tevhid-i kusurdur. Yəni, getsən Firavunun qəsrinə, İzhəb ilə Firavun innəhu təğa. Allah yollay Cənab-ı Firavunu qəsr-i Firavuna. Qəsr yəni qalx, qalx yəni saray. Get Firavunun sorağına, tevhid oradadır. Nə qəbirsanlıqda? Bu bir. Ondan sonra dedim, dayan səndən işim var. Neçə dənə ayə oxuyacağım, mənə cavab de. Yeç. Allah birey, şeyatindən dünyada itaat elə söz şirkidir. Və in ətətumuhum fə innəkum lə müşrikun. Burada niyə şirki deməksən? Əli qoyubsan Amerikanın əlinə, əli qoyubsan İsrailin əlinə, bunlardan böyük şeytan var. Burada deməksən şirk, şirk, şirk. Gedib əyləbsən qəbirsanlıqda, deysən şirk, şirk, şirk. Bu Quranın ayəsidir, de görüm. Qaldı yavara. Dedim Allah buraya və la təkunu minəl müşrikin minəl-ləzinə fərrəqu dinəhum. Hər kəs dini parça-parça ediyor. Müşrikdir. Və şirki burada niyə deməksən? Kim dini parça-parça eləyib? O üçü özündən sonra hamını kafir bilək. O üçü özündən sonra heç kəsə haqqi həyat vermək. O üçü özündən sonra heç kəsi icazə vermək. İslamda haqqi ola deyə İslam deyil, odur ki, mən başa düşəyəm. O üçü deyil, hamı mənim kimi gərək fikir eləyə. Bundan bətər fikir olar dünyada. Sən haqqın yoxdur. Deyəsən, hamı mənim kimi fikir eləsin. Bax, bu şirk nəcür oldu? Aləm İslam parça-parça olubdu. Kim parça-parça eləyibdi? O üçü özündən sonra hamını kafir bilək. Hamını müşrik bilək. Bax, bu şirk hara getdi? Yaşa qulaq as, bir dənə bir söz deyim, ləzzət apar. Allah bir peyğəmbər yollamayıb. Məcərin ki, deyib ona, ən əqimud din və la tətəfərrəqu fih. Deyib, din şuxluq götürən bir şey deyir ha. Din zarafat götürən bir şey deyir ha. Dində istəsən ixtilaf eləyəsən, sel kimi cəmatın canı qırılar. Alan gör, din adı ilə nə qədər adam öldürəklər. Xristiyanlar, Məsihilər Peyğəmbərin karikatorun çəkək. Karikator biləysən nədir? Ha? Peyğəmbərin şəklini çəkək. Başına əmmamə əvəzinə Peyğəmbərin gələk, nüva bombun qoyək. Altına yazıb deyin, yazıb bu Peyğəmbərin dininin ölənləri nüva bombunun ölənindən az deyir. Qan ağlayasan yeri var.
Qan ağlayasan yeri var. Nəzir oldu. Peygamberimiz gəlib ki, özü də o Hristiyanın biri o kanallarda deyir, bizim peygamberimiz İsa gəlib ölünü dirildə, sizin peygamberiniz gəlib dirini öldürə. Gör nə qədər dinan adam öyle. Fatva veribdi. Şianın qanı halal, Məsihinin qanı halal, Yahudinin qanı halal, Elmanilərin qanı halal, Duruzunun qanı halal, Sufilərin qanı halal. Hey dey. Bunların istəyən sözlərini oxuyan çox tul çəkər. Dedim, mənə bax görüm, Allah bir dində əgər ixtilaf salsın, şirkidir. Bu şirkidən niyə danışmaysan? Gedib qəbirstanlıqda eləşibsən. Dedim, dayan, səndən işim var. Bir dənə də Qurandan şirki deyəcəyəm. Allah bir əgər, bunu büyün məndən ölcəşin, siz yad verəm Allaha. Allah bir əgər biri mən seçdim, əgər bir sözü mən seçdim, mənim qabağımda birini seçəsən, ya bir sözü seçəsən, müşriksən. Və Rabbuka yaxluqu ma yəşa'u və yaxtar. Ma kavne lehumul xiyara. Subhanahu və Teala amma yüşrikun. Və bunu niyə demirsən? Ləzzət apar. Dedim, bu şirkidir. Sən ki belə şirki həssassan, sən ki belə tohidə həssassan, bunları görəcəksin. Pəs, bu iki sən deysən, ya Həsən, ya Hüseyin şirkidir. Əgər sən ya Həsən çağıranda, etiqadın budur ki, elə hər işi görən Həsəndir, bu şirkidir. Amma etiqadın ola, yox, Allah-u Teala'nın şaistə bəndəsidir, Allahın izni ilə. Həsən iş görək, bunu heç kəs demək şirkidir, necə Peyğəmbərimizə. Deydiler, ya Muhammed, İsa ölünü dirildeydi, İsa çoru gözleyeleydi, İsa pisliğe merel şifa vereydi. Cemaat dedi, ya İsa, ya İsa. Onda olaya düşür, Allah Kur'an'da böyle ki, ben İsa'ya bunlar vermişim, gedin İsa'dan isteyin. Şimdi sen denen ölüden istesen şirk olar, diriden istesen şirk olmaz. Bu hiç mantıkla olmaz. Bunu da bugün gün orta, o ki var bəhs elədik, buna da ben istemeyem çok geçem. Amma bu gecəmizin bəhsi qəşəng diqqət elə. Bir dənə bəhsidir ya. Üstündə nə qədər danışdığın yeri var. O da budur. Ravi gəldi Həzrətə dedi, ağa 18 dəfə getmişəm Məkkiyə. Dua elə 2 dəfə də gedim, olsun 20 dəfə. Həzrət öldü, sən hələ 2 dəfə də getsin, olsa 20 dəfə, cəddim Hüseynin bir dənə ziyarətinə çatıbsan. Bəzi rivayətdə var, İmam Hüseynin ziyarəti muadildir, nə 20 dənə ilə, get yuxarıya. İmam Hüseyin ağanın qəbrinin ziyarəti birdən 100 həccə bərabərdir. Bunu götürüblər örgəşkəşə. Örgəş. Bunu yazıb internetdə, o gövdəki kanallarda gətirək bunu yazək, bəhs elək. Ey ayyu dinin və ayyu əqlin yəqbəlu zalik. Hansı din bunu qəbul elər? Hansı ağıl bunu qəbul elər? İndi mən qoy sizə bəhs eləyim, ləzzət tapar. Gör, olar ya olmaz. Həzrət buyuruyor ki, mən Hüseynin ziyarətinin savabını deyə bilməyəm, qorxuyam. Əgər savabı nə qədərdir desəm, həcc tətil olar. Həccə biri getməz. Niyə Hüseynin ziyarətinin savabı bu cür olub? Ağa, bu bir əzəmətli bəhsidir ya. Ləzzət aparacaqsan. İnşallah mənim əzizlərim bu mənbərin yanında çobalamayalar, mən də danışam. Bir dənə bir salavat hədiyyə eləyir. Allahümmə səllə Muhammed və ali Muhammed. Quranla danışacaq. Allah Quranda Peyğəmbərə deyir, Peyğəmbər, mən Məkkəni buna görə istəyəm, sən varsan. Əgər sən olmasan, mən Məkkəni istəməyəm. Bah. La uqsimu bihazal bələd və əntə hillun bihazal bələd. Peyğəmbər, sən burada olmasan Məkkədə, mən Məkkəni neyniyəm? İnsan-ı kamil olmasa, Allah və Məkkəni neyniyəm? Peyğəmbər, denən ki, mən ibadət eləyəm, bu şəhri ki hürməti var onun Allahın, bu şəhərin Allahın,
Kul inni umirtu en a'buda Rabbe hazil beldetelleti harramallah. Ama ehtiramı hardandı? Ehtiramı sendendi. Sen olmasan ben Mekke'nin taşı neyniyem? Taştan bir ev düzeldirler. Elə ki Hazreti İbrahim evi qalxızdı yuxarıya. Allah'ın evini düzeltti. Geçək kulaq as. Allah'ın evini düzeldenden sonra döndü dedi ki Xudaya taştan bir tane ev düzeltdik. Bu haçan təsiri olacaq. O zaman içi bunun kenarında böyük asmani şəxsiyyət ola. Dedi Rabbena vəb'əs fihim rəsulən. Daşdan hane fərə, kültür evi düzəldəsən, mədəniyyət evi düzəldəsən daşdan. Allah mən bu daşın yanında səndən böyük insanlar istəyəm. Böyük insan olmasa o daşı yoğururlar. Böyük insan yanında olmasa, imam olmasa Kəbəni yoğururlar. Bu gecə sənə bir söz deyəm, bunu yadigar saxla. Allah buraya gedin həccə, amma hansı evi ibadət elə? Allah buraya فَلْيَعْبُدُوا رَبَّ الْبَيْتِ فَلْيَتَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ. Allah buraya mən sizi əmr eləmişəm, beyti ətiqə tavaf eləyəsən. Ətiq nəyə deyər? Ev içi azaddır. Heç kəsin mülkiyyətindədir. Heç kəsin malikiyyətindədir. Kəbə ki əsir oldu. Allah o hədisi istəyik. Elə ki İmam-ı Sadiq'a baxdı gördü. Deyirlər labbeyk Allahümme labbeyk, labbeyk Allahümme labbeyk. Həzrət orada döndü dedi fealun ke fealil cahiliyyə. İmam olmasa bu bir dənə işdi bunlar cahiliyyət işi kimin? Cahiliyyət işi kimin? Əcib ki Allah bire vəliyyətdə favu bel beytil atik. Mənim evim gərək azad ola. Heç kəsin mülkiyyətində olmayan. Məkkəni Allah qərar verib nə üçün? Liyəşhədü mənafəələhum. Gör nə qədər Allah bir mənfaət qoymuşam sizə mən həccidə. Alan ümmət olub əsir. Alan Peyğəmbərin ümməti olub zəlil. Hər yerə baxıysan zillət. Əraqa baxıysan zillət. Suriyə baxıysan zillət. Yəmənə baxıysan 13 min biçarə iynə ücizə günahı yoxdur. Qanı tökülüb zillət. Lübnana gedəysən zillət. Filistini 70 ildir qan tökəylər zillət. Get Afqanistana gör nə zillət. Get Pakistana zillət ərşə çıxıb. Pakistan, oradan bir teröristlər sadır olaylar. 2000 mədrəsə düzəldiblər teröristlərə Pakistanda. Bundan böyük zillət. Alan gedəysən Avropada tabiləy müsəlmansan, gör nə gözlə baxıyıq. Niyə bu cür olub? Bu ümməti İslami, ümməti mərhumə niyə belə iş olur? Filmi düzəldək Peyğəmbərimizi məsxərə eləyik. Karikatör çəkək Peyğəmbərimizi şəkil çəkək məsxərə eləyik. Niyə bu cür olub ümmət? Həcc əgər həcc olsa Allah iki şeyə deyib qiyam. Biri Kəbədir, Kəbəni qərar vermişəm qiyam əllinnas. Əgər Kəbə düşdü Yezidin əlinə, bu həcc nə həcc olar? Əvvəl kəsi ki tarixdə həcci tətil eləyib İmam Hüseyndir. 60 hicrətdə həcci tətil elədi. Dedi hamız gəlin Kərbəlaya. Həccün 8-də Zilhəccənin 8-də ki hamı gedəyik. Ərəfata düz o vaxt Hüseyn döndü Kərbəlaya tərəf. Niyə saxladı ora? Ta hamı başa düşə. Bu iş nədir bu görə Hüseyn? Həcci tətil elədi. O boyda vacib Hüseyn tətil elədi. Dedi sabah sübh məndən gəlin. Fə inni rahirun müsləhən inşaallah. Gəlin. Həcci tətil elədi. Hərçi yalvardılar Hüseynin əshabı. Ayağa 2 gün, 2 gün. 2 gün bizə möhlət ver. Həcci təməttüyə əncam verək. Dedi yox. Həcci bu il Kərbəladadır. Əshabı Hüseynin hey gələydir. Ağa icazə verir. Hüseyin üzü tutdu Əbəlfəz ağıya. Dedi Əbəlfəz. Bunlar hamısı deyilər ki icazə ver həcci əncam verək yerinə yetirək. Heç sən deməysən. Dedi qardaş mənim həccim sənsən. Dedi qardaş mənim həccim sənsən. 3 imamın nəfəsi dəyibdi Əbəlfəzə. 3 imamın nəfəsi dəyib Əbəlfəzə. Beynə eynəyhi əsərus sucud. Başında alnında əsər səcdəsi düşmüşdü Əbəlfəzə. Raviyə dərsə Əmir əleyhissalamdır. Əmir əleyhissalam becərdib Əbəlfəzi. Dedi qardaş mənim həccim sənsən.
Vakti hac düştü, əsir oldu Yezdin elinde, İmam Hüseyin deyir bu hac. Bu hacı boşlaca Kərbəlaya. Niye? Çünkü Kərbəla sana bir ders örc eder. Onu sen haccıda almazsan. Düzdür? Şimdi sen alan, get Kərbəlaya, Kərbəlanın torpağına görünər, rütbə qail olub Həzrət. Torpaq. Rivayette var, Hüseynin torpağı, əmnün min kulli xavf və şifaun min kulli da. Hər dərdə dəvadik, hər qorxudan əmniyyətli, təhlükəsizlik gətirər. Niyə? Uşaq dünyaya gələndə də uşağın kamil Hüseynin torpağı ilə al. Hüseynin torpağın tök bir dənə livana, stükana, ona suyu tök, suyu qarışdır, əlvi vır o suva, əlvi vır bu parmağı vır uşağın ağzının o yarıqlarına. Orası vurdun, ona deyər təhnik, uşağın kamını almaq. Əvvəl dadı ki, uşaq istəyi bu aləmdə dada, Hüseynin torpağını dadıyorsun. Hənniku oğlavdəkum bütürbəti qəbril Hüseyin. Niyə? Acib hekayətdir. Əvvəl şey ki, uşaqda da çox mühümmidir. Niyə Hüseyin dünyaya gəlsən, Peyğəmbər gəldi dedi uşağı gəti, öz ağzının suyu ilə Hüseynin kamını aldı. Əmir Əleyhisselam dünyaya gəlsəyin, Peyğəmbər səfərdəydi, gəldi, dedi uşağı gətirin. Həzrət dilin qoydu Əmir Əleyhisselamın ağzına, Həzrət sordu, o günə deyərlər yom-u tərviyə. Yom-u tərviyə niyə deyirlər yom-u tərviyə 8 zilhəcciyə? Rəcəb ayın tətbiq eləyəcəksən zilhəccə ilə. Niyə deyir yom-u tərviyə? Tərviyə yəni susuzu suarmaq. Yəni imaməti gəldi Peyğəmbər ağzının suyu ilə sirab elədi, teşnəliğin, susuzluğun götdü. Əmir Əleyhisselam elmi soruşanda aşardı, daşardı. Deyərdilər bunları hardan deysən? Həzrət Rülardi Hazallu, Abı Fəmi Rəsulullah. Bu Peyğəmbərin ağzının suyudur. Bu Peyğəmbərin ağzının luabıdır. Hüseynin torpağı, birdən deyil torpaq, səncə torpağı, biri qəbrə qoyanda da müstəhəbbidir, axırda da birini qoysan qəbrə. Kərbəla torpağını qoy qəbrə, onu dəfn elə. Bu torpaqda nə əsər var? Əsəri hardan gətirib bu torpaq? Mənə bir qəşək qulaq as gör, sənə nə deyəcəm? Qəşək digətilə bir salavat hədiyə elə. Elə ki, Həzrəti İbrahim gətdi, Hacəri qoydu, bir çöldə ki, nə su vardı, nə yemək vardı, nə adam vardı, nə güvərti vardı, qoydu orada getdi. Cənab-ı Hacər, su dalısı izaqdurdu, qaçdı, getdi Mərviyə, Mərvədən Səfaya, Səfadən Mərviyə. Bir gözü uşaqdaydı, amma bu dağdan o dağa gedəydi. Çoluya düşəndə hərvəli eləydi ki, uşaqdan gözümü götürməyim. Ürəyi yandı uşağa, Hacərin ürəyi yandı uşağa. Allah-u Teala getdi, ürəyinin o yanqılığına zəmzəmi verdi. Rivayətdə var, zəmzəmi nə niyyətlə içdin, onu sənə verər. Niyyəti elminlə iç, elmi versin. Niyyəti oğladı iç, oğlad versin. Niyyəti oğladı salihə onu versin. Yaxçı, səndən soruşuyam, Hacərin ürəyi bətər yandı İsmailə su axtaranda, ya Kərbəlada Hüseynin ürəyi bətər yandı. İndi Hüseynin o torpağında əsər olmaz. Ayıq Burucirdiyə dedilər ki, bir həftədən sonra quma sel yetişəcək, qul payqandan dedilər. Ayıq Burucirdi dəstur verdi cavanlara, bu çayın qırağını doldurun tayla, qumu dolduraydılar tay, qocalar, cavanlar doldurdular tayla, bir həftədən sonra su belə şaqqıltı ilə gəldi.
Her neyi aşırdı, çeşdi feyziyenin içine, çeşdi hücrelerin içine. Aybur ucurdu, getdi evden. Bir tane dəsmal getdi, dəsmalı açdı. Onun içinden bir zerre torpağı götdü, attı suva. Mənim ustadım iştihardı deyil, onu atsan su getdi aşağı. Dediler, ağa bu neydi attın ora? Dedi, Hüseynin qəbrinin torpağıdır. Mənim ustadım Mirza İsmail ağa Dulabi deyərdi, bileysiz Hüseynin torpağın tufana atanda, tufan niye yatək? Çünkü o torpaq deyil ki, tufan. Nədir bu cür çobalaysan? Sən də tufansan, tufanı mən Kərbəlada görmüşəm. O tufan xəcalət çəkək yatək. Pəs sözümüz gəldiyə düşdü bura. Bu iki şübhə eləylər. Deyilər ki, siz deyilsiz Kərbəla Hüseynin ziyarəti həccidən yuxarıdır. Hansı din bunu qəbul elər? Hansı ağlı bunu qəbul elər? Bunu Kur'an deyil, biz demiyor. Allah buyuruyor, la uksimu bihazal belad ve ente hillun bihazal belad. Peygamber sen Mekke'de olmasın, ben Mekke'ni neyniyim? Bir tane koy cümle arz edeyim. Ama bu cümlenin qədrini bil. Allah-u Teala İbrahim'e de, İbrahim, cemaati çağır, həcca, ya'tuçə, deme ya'tuçəbə. Ya'tuçə gəlsinlər insan-ı kamilin məhzərinə. Nənçi gəlsin Kəbənin kənarına. Vaxtı Kəbə Yezidin əlində oldu, Beyti Ətiq oldu, Beyti Əsir. Onda həccün hansı bərəkəti var? Ta biz gələk həcci əncam verək. Asar ki insan-ı kamilin sorağına getməkdədir. Aya bu Kəbədə olacaq. Bu aya bu sən. Pəs nə istibad deyilsən, niye Hüseynin qəbrinin ziyarəti? Bəli, yuxarı oldu. Gör nə qədər Hüseynin qəbrinə su açıblar. Gör nə qədər xarab eləyiblər. Gör nə qədər tarixdə zairi ilə müxalifət eləyiblər. Niyə? Nə qədər əl kəsiblər Hüseynin zairlərinin əlin. Çünki hökumətlər biliblər ki, Hüseyniyyədə nə xəbər var? Zairi ki, gedək Kərbəlaya Hüseyndən nə alək? Nə dərs örgəşək? Bu da bir dənə şübhələridir ki, məhzər və ərz elədim. İndi bir ayrı şübhəni bəhs ediyor, bu şübhəyə qəşətlik etdilər. Bu şübhə bir ay söz istəyir, nə? Bir gün, bir saat söz istəyir. O da budur. Vəhabilər deyilər, Hüseyin əyləşsəydi evin içində, onun bərəkəti çox olardı ta qiyam eləsəydi. O da YouTube'dadır Müsənranisi Müftiye Azəmi Ərəbistanın. Hüseyin əgər əyləşsəydi evində, salahı çox olardı ta qiyam eləyə. Qiyamının nə əsəri oldu? Olardı ya. Və yaxçı oldu ki, Kufə əhli ləbbeç demədi. Kufə əhli ləbbeç desəydik, bir ayrı cəngi cəməldə düzələcəkdi. Bunun cavabını istəyəm, ərz eləyəm. Bu günləri bunu məndən örgəş, amma bunun qədrin bila, çox bətər sözdür. Mən bu seri nə danışmışam, bu neçə gecələri, hamısı bir tərəfə, bu bir tərəfə, bunun qədrin bil. Mənim əzizim, ya adı qoyma şiə, ya şiə adı qoydun, şiəliği qəşəh tanı. Biri gəldi İmam Hüseyndən bir şey istədi, pul istəydi. Hərzət dedi, mən səndən gəl, sual soruşam, sonra sənə pul verəm. Dedi, mislükət həsəl misli, sən boyda savadlı, məndən sual eləysən, ya sən boyda kərəmli insan, sual eləyib mənə pul verəysən. Həzrət buyurdu ki, bizim sirəmiz Peyğəmbərin sirəsidir. Peyğəmbər hər kəsin mərifətinə baxaydı, ona yetişəydi. Mən gələ baxam, görəm, sənin nə qədər mərifətin var. Elə 10 gün məhərrəmi gələcəksən, 10 gün məhərrəm mübailin səsini əvəz eləyəcəksən, 10 gündən sonra Hüseyndən Xuda hafız eləyib çıx gedəcəksən. Bu olmadı. Bir dəfə inşallah mən sizə bir ayrı vaxt bəhs elərəm. İmamətün 8 fəlsəfəsi var. Bu 8 fəlsəfə ilə mən nə qədər əhli sünnəti şiə eləmişim. Örgək bunlar. 8 fəlsəfəsi var İmamətün. Bu iki Hazreti Zəhra dedi Peyğəmbərimizə, dedi ya Resulullah, bu uşağı için mən hamiliyəm, sən deysən susuz su kənarında şahid olacaq, mən bu uşağı istəməyəm.
Cəbrail nazil oldu. Dedi, ya Resulallah, Zəhraya denən Hüseynin boğazının, qanının müzdi imamətdir. Zəhra dedi, təslimə. Bu imamətdə nə hikmət var? Əslən səndən sual eləyəm, Peyğəmbərdən sonra imam olmasa nə olar? Səndən sual eləyəm. Bu necə cavab deyəsən ya yox? Biri sənə deyə, Peyğəmbərdən sonra imam olmuyor, ha nə olar? Bu necə qəşəh biləsən? Qoy səndən bir böyük sual soruşum. Allah Qur'anda imamətin adını qoyayım əhd. Peyğəmbərliğin adını qoymayın əhd. İbrahim dedi Allah'a, dedi məni Peyğəmbər eləyibsən, məni imam elə. Yəni qüdrəti ver mənə, insanların toliyyətini ver mənə, hüküməti ver mənə. Allah ki verdi, dedi balalarıma da ver. Allah vurdu, vəla yənalu əhd-i zalimin. Allah buraya imamət mənim əhdimdir. İmamət mənim insanlarla peymanımdır. Məkkəyə gedəndə müstəhəbbidir Həcərül Əsvədin qabağında dayanıb deyəsən, misaqi qət təəhədduhu. Allah sən şahid ol, misaqımı, peymanımı yerinə yetirdim. Hansı misaq diyor? Bu ağamız inşallah buranı gəl qutarsın, ya mən qutarım da, iki işdən gəlib bir işi görək biz. Nə cür eləyə bildik? Aymir Əvvəcağa hərdəm deyərdi, bala bura Kərbəla deyir ki, biraz su verin da bizə. Qəşəh diqqət elə mənim bu bəhsimə, mənim əzizim. Çox mühüm bəhsidir bu. Mənim əzizim, bu bəhsi sən qəşəh örgəş hər yerdə get, bunu yaz. Yaz. Hüseyin o ki də Hüseyin nə iş gördü? Kərbəlaya gəldi, Hüseyin nə iş gördü? İstəyəm onu sənə sabit eləyəm. Hüseyin nə iş gördü? İmamətin 8 fəlsəfəsi var. Bir fəlsəfəsi sənə istəyəm deyəm. Qulaq as. Səni yad verirəm Allaha qəşəh diqqət elə. Peyğəmbərimiz Məkkədə 13 il qaldı. 13 ildə Peyğəmbərin başına bir bəla gətdilər. Allah buraya Peyğəmbərə deyib Məkkə beli sındırdı sənin. Ən qəzə zəhrək. Bu 13 ildə dinin, əhkamın Peyğəmbər deyənmədi. Yaxşı, qəşəh qulaq as. Peyğəmbərimiz gəldi Mədinəyə. Mədinədə nə qədər qaldı? Mərəkanda 10 il. 10 ildə 74 dənə cəngə düşdü. Bu 74 cəngidə Peyğəmbər başı açıldı ki, tamam əhkamı deyə. Əhkam nazil olub. Biri deməsin ki, xətm-i nübüvvətdə bizim müşkülümüz var. Əhkam nazil olub, amma istəyir Peyğəmbər bəyan eləyə. 74 dənə cəngə düşüb bəyan eləyə bilər. Əslən, bəzi əhkamın mövzusu qabağa çıxmayıb ta Peyğəmbər deyə. Məsələn, bir dənə qadın özü ölüb, qarnında uşaq diridi. Heç Peyğəmbərin zamanında bu ittifaq düşməyib. Bunu Peyğəmbər dursun desin. Əbu Hanifə zamanında bir dənə bir xanım gəldi, Əbu Hanifəyə dedi, mənim gəlinim ölüb, uşaq bunun qarnında diridi, nə rayraq? Dedi, bunun valla cavabı bilməyəm. Get, Abdullah ibn Əbi Ümerdən soruş, nə desə gəmənə de. Arvad gəldi, qapını dövdü, Abdullah ibn Əbi Ümer də İmam-ı Sadiqin şagirdidir. Çıxdı, dedi, belə bir şey düşüb, iş çıxıb qabağa. Dedi, sən məni hardan tapdın? Mən gizdin dolanıyam, hükümət məni axtarır, sən məni hardan tapdın? Dedi, vallahi Əbu Hanifə deyib. Dedi, denən ki, eşitdim ağam İmam-ı Sadiqdən, buyurdu, eşitdim ağam İmam-ı Baqirdən, buyurdu, eşittim ağam İmam-ı Səccaddan, buyurdu, eşittim ağam İmam Hüseyndən, buyurdu, eşittim ağam Əmirəl-Möminindən, buyurdu, eşittim ağa Rasulullahdan, buyurdu, əgər birdən bir uşaq, bir qadın ölsə, qarnında uşaq diri olsa, belə elələr. Bunu gəldi Əbu Hanifəyə dedi, Abdullah ibn Əbi Ümer deyil, sabah getdim, əyləşdim məsciddə. Əbu Hanifə dedi, məsələtün, bir dənə məsələ çıxıb qabağa, birdən qarnında uşaq ölsə, qadın ölsə, uşaq qarnında diri olsa rəhimində bu nə olar? Onu Əbu Hanifə deyəndə mən bir yandan öskürdüm, dedim, Əbu Hanifə hər nəyə başa düşdü. Başa düşəndə üzün qalxızdı güvə, dedi, dəna nəiş, rəhməkəllah. Yəni, Allah-u rəhmət eləsin, səsi çıxartma qoy işimi görün. Yəni, düzdür bunu sən deyibsən, səsi çıxartma qoy işimi görün. Əslən, bəzi əhkamın mövzusu qabağa çıxmıyor. Peyğəmbər nə cür bunu desin? Qulaq as.
Əgər Peyğəmbər 10 ildə istəsə tamam əhkamı deyə mərdumun bağrı çatlar. Zürara gəldi İmam-ı Sadiqə dedi, 40 ildir sən hədsidən danışırsan, qutarmadı. Həzrət durdu bir ev 2000 il Adəmdən qabaq qurulubdu. İstəyirsən onun əhkamı 40 ildə qutara. Hələ həd üçüncüdür ya. Hələ həd bir bab əbvab-ı fiqh uləma-i məzzəm şərəf zürradı var. Əbvab-ı fiqh. Bunu əhkamı nə cür demək olar? Qəşək qulağa sərzimə sən yallah. Ağa Resulullah dünyadan getdi. Əshab da belə xiyal eləyirlər, Peyğəmbər həmişə var. Bir də gördülər, Peyğəmbər dünyadan getdi. Aləm İslamda tövsiyə tapdı, təzə məsələ nə qədər çıxdı, təzə əhkam nə qədər çıxdı. Ay bala bunu kimdən soruşaq? Qəşək qulaq as. Peyğəmbərdən sonra dedilər, hər kəs Peyğəmbərdən hədis yazıb gətirsin. Hədislərin hamısını yığdılar. Yazan beçaralar da getdilər, dedilər, istəyirlər bunu kitab eləyələr. Bunları yığdılar, yığandan sonra dedilər, kəfana kitabullah, Quran bəsli, hamısını otladılar. Peyğəmbərin hədisi də gedib, əlimiz boş. Nə qədər əhkam qalıb yerdə. Nə qayraq? Nə qayraq? Peyğəmbərin xanımı deyim, mən atamla 500 hədisə oturdum, yandırdım. Həzrət Zəhra gəldi evə, dedi, Fizzə, sənə 2 dənə mən rivayət vermişəm. Atamla, neynəyibsən? Dedi, xanım, soruşma, itirmişəm. Həzrət Zəhra dedi, vay yoxsun sənə, atamın 2 hədisi Həsən Hüseynə dəyər. İnnəhə təadilu Həsənən və Hüseynən. Göründü, bir dənə Hüseyn şəhid olub. Qəşək qulaq as nə deyəm o? Ağa, əhkam yerdə qaldı. İndi biz istiyoruz bu əhkamı, axı Allahın gələ höccəti tamam ola bu bəşərə. Bəşər qiyamətdə Allaha deyər ki, yoxdur mən Çaxırın hökmünü bilmədiyim, niyə? Deyən olmadı. Mən filan şeyin hökmünü bilmədim, deyən olmadı. Deyər, Allah buyuruyor ki, vəlillahil höccətül balığa. Allah buraya qiyamətdə höccət mənim əlimdədir. Kim höccəti tamam eləsin? Bu əhkamı gəl kimdən soruşalar? Əmir əleyhissalam ki, qaldı qıraqda, yaxçı. Yaşa qulaq as. Əmir əleyhissalam elə ki iş üstə gəldi, 4 il hududundakı hükümət eləyibə, Həzrət hər vaxt istədi əhkamı deyə qışqırdılar, va İslama, va İslama, va İslama, leşkər qışqırdı. Əmir əleyhissalam İmam Həsənə dedi, qulu ləhum sallu, qulu ləhum sallu, dinə qılın, elə bu cür namaz qılın. Həzrət dedi, başmaq üstündən məhz olmaz, leşkər dönüklük elədi. Dedi, va qışqırdılar, va İslama, va filan kəs, va filan kəs. Həzrət dedi, qılın. Həzrət gördü, hökuməti dağılır, pəs Həzrət Əli də əhkamı deyəmədi. Yaxçıdır, bunu kim nəzir olacaq, bunu kim deyəcək? Bu dincərək, bu əhkam deyilin, axı. Yaxçı, Əmir əleyhissalamdan sonra Həsən Hüseyn, o desin, 70 min mənbərlə bir iş görüblər ki, Həsən Hüseynin heç dövrəsini tutan yoxdur. 10 il İmam Hüseynin hükümətində, o İmam Həsəndən, İmam Hüseyndən bir dənə məsələ soruşublar. Raci bəy, namazı bədəz tavaf. Qan ağlaysan, burada qan ağla. Sahih Müslümü yazan, İmam-ı Sadiqə bir şey yazıb əvvəlində. Deyir, fin nəfsi minə sadiqi şeyun, onun ədaləti mənə sabit deyir. İmam-ı Sadiq buraya bizi diri-diri bastırdılar. Yaxçı, qəşək qulağa sağ bu sözə, gör hara çatacaq bu söz. İbn-i Fəttal-ı Neşaburi yazır, İbn-i Abbas əyləşmişdi. Biri gəldi, ondan məsələ soruşdu. İmam Hüseyin də orada əyləşmişdi. İbn-i Abbas ki, cavabını dedi, İmam Hüseyin döndü, İbn-i Abbas'a dedi, nədir bitbirədən danışırsan? Allah'tan danış. İbn-i Abbas utandı, dedi, o kişiyə dedi, Hüseyin'dən soruş. O kişi döndü, dedi, bu kimdir? Mən bundan soruşam. Yaxçı, əhkam yerdə qaldı ya yox. Qulaq as mənim ərzimə. Əhkam sadə məsələdir. Dini istəysən bəyan eləyəsən, əqaidi bəyan eləyəsən, qalıb yerdə axı bu. Bunu gərək biri yerdən qalxızsa ya qalxızmıyor. Qəşəng mənim bu sözümə bir diqqət elə. Bir dənə bir söz deyən bir kitab gərək yazıla. O da budur ki, Həzrət İbtila'un nasibina əzimə. Bu cəmaatın ibtilası bizə çox bətər oldu. Niyə? Çünki biz siz əmal qəbul dör, bizim də dörəmizdən bunları qaçırdıblar. Əhkam qalıb yerdə. Nə cür eləyək bu əhkamı deyək? Qulaq as mənim ərzində.
Aləm-i İslamda Əmir əleyhissalam deyəmədi. Həsən Hüseyin də ki dövrəsini tutan yox. Rüzgar buzur çeşdə nəcür olar? Axı mən sizə görə çox misal vuram. Misallarla kef eləyəsəni. İstəyəm, biraz qoy açım məsələni. Dədə oğlun cibinə girə bilər. Allah icazə verib. Dədə oğlun cibinə girə bilər. Niyə? Həzrət udi əntə və malükəli əbük. Özün də malın da dədə övünsən. İndi mənə bax görüm. Şişi arvadının cibinə girə bilər. Məsələdir də çıxdı qabağa. Məni çox bağışla, götürüb yazıb kitabda. Çox məni bağışla, yazıb ki, bir yerdə ki, arvad özün kişiyə verək, pılın verməz. Səni ad verirəm Allaha, bu aşiqanə sözləri din adına yazmaq olar. Açıb danışa bilməyəm, Açıb danışa bilməyəm. Ağay, bu əhkam bütöv yerdə qalıb. Bunu nə tür düzəldəcəklər? Aləm-i İslamda bir nəfər durdu ayağa. Dedi, ənə əhəqqü mən qəyyər. Əgər Hüseynçisən bunu örgər. O da İmam Hüseyin idi. İmam Hüseyin dedi, ənə əhəqqü mən qəyyər. Aləm-i İslamda fəqət mən eləyə biləm. Höccəti tamam edəyəm bu cəmaətə. Nə cür? Durdu ayağa. Qiyam elədi. Dedi, uşaqları da gətirin. Uşağı niyə gətdi? 80 dənə uşaq gətirmişdi. 80-dan yuxarı etimadı burdu. Dedi, xanımları da gətirin. Məhəmməd ibn Hənəfiyə o xədə yalvardı. Dedi, aparma xanımları, aparma Zeynəbi, aparma. Xanımlar niyə gətdi? Hüseyin gəldi, bərcəyə məzlumiyyəti verdi əhl-i beytinin əlinə. Hüseynin qiyamından sonra cəmaət İmam-ı Sadiqlə İmam-ı Baqirun dövrəsini tutdu. Allame Tabatabai burayı medrese-i Sadiq'in medrese-i Hüseyin'iydi. Hüseyin olmasaydı İmam Bakır'ın dövrəsini tutan olmazdı. İmam-ı Sadiq'in dövrəsini tutan olmazdı. Ağa Məscid-ü Nəbi qımıldayı cemaat oldu. Hazret dedi gəlin indi əhkam içi deyilməyib biz deyək. Bir cümlə deyəm üləmaya. Üləma bu sözümü gətirin bilərlər. Əmir Əleyhisselamın hüküməti var idi. Görəydi sözü deyəndə hükümət dağılır. Amma İmam-ı Sadiq'in hüküməti yox idi ki dağıla. Nə vardı dedi. İmam-ı Baqir nə vardı dedi. Sünnilər gəldilər dedilər ağacan bizim sənədimiz qırılıb. Çün əhadis yanıb. 132 ildən sonra durmuşuq biz. Əhkamız yazmağa sənəd qırılıb. Hərzət urdu gəlin sənədi mən sizə düzəldim. Və əndazəyə nisfi vəsaül-i şiə sənəd-i əhkam-ı rivayat-ı əhl-i sünnəti İmam-ı Sadiqlə İmam-ı Baqir deyib. Qoy bir dənə də cümlə deyim, üləma bunun qədrin bilər. Suyuti, ağalar biləylər, Suyuti nə boyda aləm-i əhl-i sünnətdir. Suyuti deyər, əsəhü sənədin yurva fil aləm, əsanidü əhl-i beyt. Aləmdə əhl-i beytün sənədi, kimin sənəd tapılmaz rivayətə. İndi gördün İmam sen neynədi? Vəhabi, deydin abi sen evində ələşdirdi yaxsıydı, gördün? İndi sözlər var mən buradan başlayan fətvalar içi Əhl-i Beytün qapısı bağlananda hansı fətvaları verərlər? Çox bağışda xanıma deyər ki, sütü gətök istikana, sütü verir karmə kişi içsin, o sənə olsun məhrəm. Əgər eşqin var bu bəhsə, ged internetdə yaz Fətavai Qəribə. Fətavai Qəribə tabi eləsən ki, mən nə deyəm? İndi bildin Hüseyin neynəyib? Höccəti tamam eləsə hər kəs bu aləmdə Allah ona bir xas hesab açır. İndi bildin Hüseynə niyə Allah belə hesab açıb? Torpağının belə şərafəti var, ziyarətinin belə şərafəti var, əzasının belə şərafəti var, ağlamağının belə şərafəti var. Bəh. Mən bir dənə bir qalın kitabın xülasəsini sənə dedim. Bu da o şübhələrinin cavabı. Hələ də o bir şübhələrinin cavabı var. Bu şübhələri için neçə gündə bəhs edən bunları yazın, verin cavanlar görəcəksinlər. Onlar işte şübhə atalar araya. Əbu Abdullah Hüseyin Aleyhisselam Zeynəbi gətdi. Niyə Zeynəbi gətdi? Bir dənə cümlə deyəm kef elə. Ərəb içində xanıma təərrüz olmaz. Hüseyin bildi ki şəhadətindən sonra İmam-ı Saccad danışsa boynun vurarlar. Zeynəbə dedi sən ki. Ərəbin fərhəngi mədəniyyəti budur. Əmir Əleyhisselam buraya biz Peyğəmbərin rikabında biri bir dənə xanıma təərrüz eləsəydi, yüəyyər fi əqibə adı batardı. Sən xanıma təərrüz eləyibsən. İbn-i Ziyadın məclisində xanım Zeynəb
İmam-ı Səccədə dedi, sənin adın nədir? Dedi, Əli Əkbər. Dedi, Əli Əkbəri öldürüblər. Dedi, Əli. Dedi, Əlini öldürdülər. Dedi, Əlini Allah öldürdü. Dedi, Allah öldürmədi, siz öldürdünüz. Dedi, Allah ki, bunu başım vur. Qoyma İmam-ı Səccəd bir kələmə danışa. Amma xanım Zeynəb durey belə xutbə oxuy. Yezidin başına qışqırey. İnni ilə əstəzxirək, fəküt keydək, vəs əsayək, və nə usib cohdək. Ta axirə insan elə bil ki, gövdən nazil olub fəsahatda bu sözlər. Xanım Zeynəbi niyə gətirib? Məzlumiyyəti elə qəşət düzətdilər. Harasını danışın bunların? Kərbəlada o balaca uşaqların haqqı var boynumuzda. Niyə? Onlar sənədi məzlumiyyət oldu Hüseynə. Hüseynin niyə məzlumiyyətinə təkid eləyirlər bu işə görə? Xanımların haqqı var boynumuzda. O uşaqlar müsibəti ki, Kərbəlada çəkdilər. Uşaqların hansı müsibətindən deyim sənə? Hansı rozəni sənə başlayayım, deyim, Kərbəlada. Biz Kərbəlada çox ağır qiymət pərdəxt eləmişik. Həzrət İmam-ı Zaman gələ yer üzündə hamını öldürə Hüseynin qanına görə israf olmaz. İndi bilirsən, kim öldü Kərbəlada? Qanı töküldü. Əbəlfəz ağadan söz gəldi. Əbəlfəz ağa 3 imamın nəfəsi dəyibdi. Qəmər-i Bəni Haşimin uzun qollarından sənə danışıblar, heykəlindən danışıblar, sinəsindən danışıblar, gözündən, qaşından danışıblar. Əstəğfirullah. Bilirsən, tənha kəsi ki, öz imamı zamanı ona deyib, canım sənə qurban. Əbəlfəzdir. Tasuğa axşamı leşkər ki, töküldü. Xanım Zeynəb qaçdı qabağa. Xeymənin qabağında İmam Hüseyin hüşlənmişdi. Gəldi, oyatdı, dedi, qardaş, leşkər töküldü xeymiyə. Həzrət dedi, Əbəlfəzi çağırın gəl. Əbəlfəz uzaqdan gələndə, dodaqlar tərpəndi İmam Hüseynin dodaqları. Ravi də yoxunlaşdım, görəm, nə deyib? Gördüm, deyib, bir nəfsi əntə ya Abbas. Canım sənə qurban, Əbəlfəz. Gör, hansı məqama gərək edib çatasan? Əbəlfəz ağanın fəzailəndən danışam, qutarmaz ki, ravi deyib, başları ki, gətdilər Kufiyə, çox məni bağışlayın, ay qeyrətdi, Moskov, Azərbaycanın şiələri, məni bağışlayır. Ay Rusiyada zindəci eləyəndə olan həyatını keçirdən şiələr, biliyəm nə qədər qeyrətüz var, biliyəm nə qədər Əbəlfəz ağaya hürmətüz var. Ravi deyib, başları ki, gətdilər, gördüm bir dənə başı, atın boynundan aslayıblar. Atın başı gəlir aşağı, bu başda gəlir. Atın başı qalxır yuxarıya, başda qalxır. Getdim, baxdım, gördüm bu başın alnında nə qədər pinə bağlayıb, alnı pinə bağlayıb. Dedim, bu at üstəki kimdir, bu baş kimdir? Dedilər, at üstə əyləşən hərmələrdir və bu başda Qəmər-i Bəni Haşim Əbəlfəz ağanın mübarək başıdır. Bəli. Allah, ya Resulallah, səni çağırıyor məclisimizə. Gəl gör sənin balalarınla neynədər. İndi qəbirləri ilə də işləri var. Öldürüblər heç, ümmət gör nə işür, bax. Peyğəmbərin balalarını öldürüblər heç. İndi fəqət sobalıylar. Daeş deyib ki, əgər Kərbəlanı alsam, Samirrani alsam, Nəcəfi alsam, 150 metrliğə incən yeri bütöv partladacağım o qəbirlərin yerin. Cüray hestat qalmıyor. Gör bu Peyğəmbər nə qədər məzlum Peyğəmbərdir. Balalarını öldürüblər heç. Cənazəsində hələ əl çəkməklər. Allahın məvəddəti fil qurba budur. Qiyamətdə cavab deyəcək bu ümmət. Peyğəmbər buraya Cəbraildən soruşdu, mənim Hüseynimi ümməti ki, cəman eləyim, mənim ümmətim diye o cünə qoyub. Axırı nə olacaq mənim ümmətim? Dedi arasında, qiyamətə incən ixtilaf otunun içində bu ümmətin da yanacaq səni. Gör nə qədər ixtilaf, gör nə qədər ixtilaf. Hər kəs gəlib bu ixtilafı yığıştıramayıb. Qəmər-i Bəni Haşim dərdi nə idi? Dərdi Hüseyin idi. Dərdi nə idi? Dərdi Zeynəb idi. Ravi də gecə gördüm, biri soğuşdu xeymənin qabağından, keşik vereydim. Dalısıyacaq, düşdüm, getdim arxasıyacaq. Getdi, bu düşdü bir dənə bir çola bir yerə. Gördüm, çolada əyləşib ağlayı. Dedim, sən kimsən? Dedi, ənə Qəmərül Əşirə. Mən bu tayfanın ağıyam. Ay, Qəmər. Yuqavlu ləhu. Qəmər-u Bəni Haşim. Bunu mərdum bu ləqəbi vermişlər Əbəlfəz ağıya. Gör, necə şəcaəti var idi. Elə ki, Əli Əkbərin əlindən yapışardı bazarda, Mədinədə hərəkət eləyəndə, baxan deyərdi ki, Hüseynin nə yoxdur. Getdim qabağa, Nafi'də getdim qabağa, dedim ki, Əbəlfəz, mən
Demə, heç fikir eləməzdim sən bu cür qorxaq olasan, ağlayırsan bu cür. Dedi, biləysən nəyə ağlayam? Buna ağlayam ki, bacım Zeynəbin xeyməsindən soğuşanda gördüm uşaqları yatırdı, özü də onların kənarında yatıb. Dedim, Allah, sabahları mənim bacım Zeynəb neyniyəcək? Bacım Zeynəbə ağlayam. Bəli. Biri gördü İmam Hüseyin ağanın bədəni deyik yaradı. Şey yaradı. Xuda deyik gördüm yaradı. Dedim ağa bu yaralar bənəcür toxtar. Dedi bu yaralar şiələrimin gözünün yaşı ilə toxtar. Gəldim çıxdım mənbərə. O kadar roza oxudum. Cəmaatdən bir göz yaşı aldım. Sabahsı İmam Hüseyin ağanı yuxuda gördüm. Gördüm yaraları sağalıb. Amma iki yara ilə qalıb. Dedim, ağa, bu iki yara niyə toxtamayıb? Dedi, bu qiyamət edəcək. Dedi, qiyamət edəcək, toxtamayacaq. Dedim, ağa, bu nə yarasıdır? Dedi, bunun biri Əkbər yarasıdır, biri də qardaşı Məbəlfəz yarasıdır. Bir dənə təzə roza oxumuşam, ged o rozəni tap. Ətər rozədir ki, İmam Hüseyin Kərbəlada neçə şey naçar oldu əncam verə, çarəsizlikdən əncam verdi. Bir-bir saymışam, bətər rozədir. Onun bir iki naçarçılıqdan, çarəsizlikdən əncam verib, o zamandır ki, gəldik Əbəlfəz ağanın başının üstə. Çarəsizlikdən Əbəlfəzin cənazəsini qoydu qaldı Fıratın kənarında. Bəzi adam deyir ki, İmam Hüseyin əmdən gətirmədi, ta Əbəlfəzin müstəqil təşkilatı yola. Yox, vallah. Çünki Hüseynin o günbəzinin altında bir əsrar yatıb. Əl-isticabətə fi qübbəti. Olar bəyə, İmam Hüseyin o əzəmətdə qübbənin altındakı şəhdanı bütöv gətiriblər, orada dəfn ediblər, Əbəlfəzi gətirməyə. Və Əbəlfəzi niyə gətirmədi? Elə ki, gəldi, yetişdi, gördü, Allah Əbəlfəzi nə günə qoyublar. Əvvələn başladı ağlamağa. Ağlayanda birdən dedər, Hüseyin, nə eləşibsən? Leşkər töküldü xeymələrə. Əbəlfəzə əza saxlayanmədi. Büyünəri niyyət elə Hüseynin tərəfindən Əbəlfəzə burada bir əza saxlayasan. Hazırsan bir söz deyəb. Amma cənazəni yaxı niyə qoydu qaldı orada? Mənim əzizlərim, 3 dənə cənazə bir günə qalmışdı, tərpətməli döyürdü. Bir cənazə Əkbərin cənazəsi idi. Yazıylar qətəuhu irbən irba. Üzvlər bir-birindən ayrılmışdı. O da İmam Hüseyin abanı saldı yerə. Əkbərin cənazəsini qoydu abanın içinə, gördü da götürməli döyür. Oğul cənazəsini dədə təşkil eləyə məkruhdur. Dedi, bəni Haşim, gəlin siz götürün. Əkbərin cənazəsini aparın xeymələrə. Biri o cənazə idi. Bir cənazə də İmam Hüseyin ağanın öz cənazəsi idi. Bir günə qoymuşdular, İmam Səccad dedi, həsir gətirin. Biləysən, həsirdən kəfən olmaz, şəhid də kəfən istəməz. Həsirdən də kəfən olmaz. Niyə? Gördü Allah, tərpətməli döyür. Tərpətməli döyür. Qoy bir dənə bir cümlə deyim, bu azadarədə bir ləzzət tapar. Həsirə qoydular, həsiri götürəndə Bəni Əsəd dedilər, ağa, bunu tək götürənməzsən. Hüseyin meydanı hey fırranə idi. İmam-ı Səccad hey meydanı fırranə idi. Hüseyin ağanın bədənini tükələrin gətirəydi, qoyaydı həsirə. 40 il, 20 il İmam-ı Səccad ağladı. Çünki o halları görmüşdü. Elə ki, istədi həsiri götürə. Bəh. Ya Rasulallah, səni dəvət ediyor məclisə. Bəni Əsəd dedi, ağa, bu həsiri sən tək götürənməzsən. Bir tərəfdən sən yapışıysan, qoy biz də o tərəfdən yapışaq. Dedi, yox, o tərəfdən götürən var. Ayağa biri yoxdur, dedi, yox, biri var. Ümmü Sələmə də yuxuda gördüm, Peyğəmbər torpağa bələşib. Dedim, ya Rasulallah, belə niyə? Dedi, Hüseynimə qəbir qazı. Bu da 2, amma 3-cü cənazə, Qəmər Bəni Haşim idi, gəldi, baxdı cənazəyə. Abanı salsın yerə, axı da biri qalmayıb ki, abanı götürür, heç kəs yoxdur. Hüseyindir, Əbəlfəzdir. O kadar ağladı başının üstündə. Bir dəfə Saddamın zamanında
Əxavi Seyyid Məhəmmədlə biz getdik Kərbalaya, Əbəlfəz ağanın hərəminə, Ay Mənsuri bilək. Ay Mənsuri bilər. O Əbəlfəz ağanın hərəmi bətər ağır bir hərəmdir. Niyə? Çünki orada həm Hüseyn şərməndə oldu, həm Əbəlfəz şərməndə. Ələ alaqətullah.